Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri mən sizinlə çox dadlı, ləzzətli bir səhər yeməyinin hazırlanmasını göstərirəm. Mən həmişə çalışıram bildiklərimi fikir olsun deyə sizinlə bölüşüm, paylaşım. Bu da elə reseptlərdəndir ki, həm çox sadədir, həm də inanılmaz dadlıdır. Qab götürürük, qaba kəsmik, xama, ağ pendirə əlavə eləyib, əzib qarışdırırıq. Tam həll olduqdan sonra üzərinə qara çörək otu səpirik. Hamısını qarışdırırıq. Şüşə qab götürürük, bu qarışımı əlavə eləyib, ağzını bərk bağlayırıq, soyuducuda saxlayırıq. Diyet edənlər üçünsə xama 15%-li, kəsmik, pəhriz yazılan kəsmik və keçi pendirindən istifadə eləsələr daha məsləhətlidir. İnanın, çox ləzzətli alınır. Mütləq bir dəfə yoxlayın. Sağlam, həm də çox ləzzətli səhər yeməyimiz hazırdır. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal eləyin.